5-ci çakra, boğaz çakrası, mavi rəngdir. Yəni 5-ci çakranın nəfəsini yerinə yetirdikdə biz həmişə gözümüzün önünə mavi rəngi və içində ağ işığı təsəvvür eləməliyik. 5-ci çakranın blokda olmağı nədir? İnsan özünü ifadə eləyə bilmir, sözünü deyə bilmir. Ona görə də o söz qalır onun boğazında və onun boğazında güclü problem yaranır. Endokrin sistemdə problem yaranır, insanda boğaz ağrıları olur və s. Burada hansı nəfəsi yerinə yetiririk? Yenə də otururuq düz pozada, onurğam düz, rahat, sakit, gözlər yumulu şəkildə nəfəsi alıram dərindən. Nəfəsi verdikdə hı-mı şəklinə. Baxın. Nə qədər nəfəsiz çatır. Bu nə deməkdir? Biz burada birinci başdan hı başlayır, arxası mı şəklində gedir. Biz burada vibrasiya yaradırıq. Boğaz çakramızı blokdan çıxartmaq üçün.